Azərbaycan ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Mir Yusif Miriyev faciəvi şəkildə vəfat edib. Doğru Xəbər Azərbaycan ölkə azı istinadən xəbər verir ki, o Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb. Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 25 gün komada qaldıqdan sonra iyulun 1-də vəfat edib. Mərhum anadan olduğu Salyan rayonunun Xalaç kəndində torpağa tapşırılıb. Qeyd edək ki, 1978-ci il təvəllüdlü Miriyev Mir Yusif Miryavəroğlu Füzulinin azad olunmasına görə, Su qovşağının azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib. Samuqda da ölümlə nəticələnən bədbəxt hadisə olub. Hadisə Mingəçevir su anbarının Samuq rayonundan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə Maz markalı yük avtomobilinin aşması nəticəsində bir nəfər çayda boğulub, 2 nəfər isə sudan çıxa bilib. Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əskəri olduğu ehtimal edilir. Onun axtarışları davam etdirilir. Dövlət Sərhəd Xidmətindən bildirilib ki, iyul ayının 1-də Samuq rayon ərazisində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçusu Kiçik Gizir Nəzərov Vüsal Zabiloğlu'nun olduğu avtomobil sürüşərək çay yatağına düşüb. Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerinə həyata keçirilmiş axtarış xilas etmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib. Xəbər verildiyi kimi Samuq rayon ərazisində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçusu Kiçik Gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. Doğru Xəbər Azərbaycan hərbiçilərimizin yaxınlarına Allahdan rəhmət diləyir və səbirli olmalarını arzulayır.